Hamıya salam dostlar, yepyeni bir videoya hoş gelmişsiniz. Bugünkü videoda biz sizlerle birlikte Poco X6 telefonunu inceleyeceğiz. Deməli, belə bir şirin kutusu var. Həqiqətən çox qəşəngdir. İçərisində belə olur, burada adapteri falan olur içərisində. Bu bizə maraqlı olan tərəfi deyil. Deməli, burada bir də bizim naşnikimiz var. Bunu da bu günlər götürmüşəm. Belə şirin bir mikrofonu falan var. Maraqlıdır əslində, məncə işimi görəcək. Biraz uzaqlaşdıra bilirəm. Yox. Deməli, burada isə bizim canavarımız var. Yoxlayaq görək, oyunu yükləmişəm. Əslində mən Poco X6 Pro götürmək istəyirdim. Satıcı ilə belə deyim, satıcı ilə bir-birimizi düzgün başa düşməmişik. Ona görə bunu götürmüşəm. Əlbəttə ki, sabahlar gedib dəyişəcəm, X6 Pro götürəcəm. Əgər X6 Pro olmasa başqa bir model götürəcəm. Amma belə bir şey olubsa, niyə də bunu öz əleyhimizə istifadə etməyək? İndi isə görək bu telefon necə bir performans göstərir oyunda, neçə FPS verir, baxın belə. İndi belə eləyirik, bu mənim hesabımdır. Ayarlara girdik və qrafika. Qrafikalar gördüyünüz kimi, baxın aşırı 60 FPS verir. HD'ni falan da açır. HDR-da 45 verir. Ultra HD'ni isə açmır, baxın. Bu özellik yakında kullanılabilir. Yəni sırf HDR-a qədər açır. İndi isə istəyirsinizsə bununla bir gameplay videosu ataq. Görək axı bu telefon necə olur? Necə bir oyun performansı verir? Bəli, indi artıq biz bir oyuna başlamışıq. Görək necə olacaq? Bu telefonu almağa dəyər yoxsa dəyməz? Artıq siz bu videodan sonra bunu öyrənmiş olacaqsınız. Özüm Livik qoşmuşam. Bu modu ilk dəfə də oynayıram. Bu arada aylardır oyun oynamadığım üçün ola bilər ki, biraz əlim yadırğanmış olsun. Amma bacardığım qədər oynamağa çalışacağam. Bura necə bir şeydir, həqiqətən mənə maraqlıdır. Gördüyünüz kimi gec açır. Belə deyim, görüntü gec yüklənir. Sumka yox, silah. Aha, ay, silahı götür. Siyo, əla. Bu silahını götürək. Bu oradan çıxdı. Qardaş, çoxdan elə silahı cumru. Sıxırlar, vay. Siyo. Burada, buna bax elə. Mənim görməsi zor olar. Biraz adam çoxdur, aradan biraz sıvışaq. Telefon dondu bu arada. Mən bunu necə vurdum bilmirəm. Həqiqətən də kasır biraz onu. Biraz cam falan basaq. Hayda. Elə bildim o adam diye. Oyda, adamın həqiqətən özünün mallığı oldu. Əslində o məni vurmalıydı, mən səhv elədim. M4'ü götürərəm. Kiti də götürək, lazım olar. Yəni də enerji basaq, çiçək olsun. Bu kimdir? Aha. Əlində nəsə var idi bunun. Görün bunun nəyi var? Kask 3x, əla. Bu bandik nədir? Gözləyin də vuraram səni. Bir də yuxarıdan sıxır mənə. Buna bax. Vaxtında girdi ya. Tam ağacın arkasına düz vaxtında keçdi, yoxsa vurmuşdum onu.
Bu kimdir belə? Ayda bayılmadı. Hələ kaskı yeleyi birdi. Yuxarıdakı mənə əsəb eləyir. Bunu vuraq mütləq. Aha, əla. Belə deyim, o da öldü, əla. Telefon kasır, düzdür. Amma ki, rəqiblərə bunu bildirmir. Sizin özünüzə kasır. Sizə bu da öldü. Aha, nə deyirdim? Rəqiblərə bildirmir. Gülləni falan vaxtında atır. Aha. Amma ki, yenə adam var. Bir imkan vermədilər, sözümü deyim. Amma ki, belə deyim də, vaxtında gülləni falan atsa da sizdə biraz donur. Bu bilmirəm hansı momentdə sizə çətinlik göstərər. Amma belə kayd açmadan oynadım bayaq bir oyun. Düzdür, telefon qızır. Amma hardasa oynamaq olur. Kayd açanda bu nə idi, getdi belə. Kayd açanda konkret donur bu telefon. Yəni almaq olarmı? Məncə məcbur qalmasız almayın. Görək bu hardadır belə. Aha, gördüm onu. Buradan vurmaq olmur. Bu da getdi. Kitdən basaq bir dənə. Məncə belə almasızdılar da, yəni. Çünki o qədər də qəşəng bir telefon deyil. Düzdür, alanlar varsa nə deyim, hardasa bundan da oynamaq olar. Amma yeni adam gəldi. Gəl. Burada bu arka kimdir? Bax, yenə kasır. Bildiyiniz oyun kasır həqiqətən də. Buna yavaş-yavaş yaxınlaşacağım. Məncə bu yuxarıdadır elə. Aha. Bir qabağıma çıxmasın. Bundan qabaq keçin bura. Görsənmir. Bəlkə evin içindədir. Səsi tam ala bilmədim. Məncə əslində divarın arxasında olmalıdır. Amma hərdən qarışdırıram. Çoxdan da oynamıram. Burada. Yat aşağı. Qəşəng lootu pis deyil əslində. Normal loot yığıb. İndi bu bandik görək nəyə şey yarayır. Aha, hörümçək toru kimi. Bu da maraqlı bir şeymiş. Hayda, bu hardan çıxdı? Vay, silahı götür, silahı götür. Ayda, həqiqətən də məni öldürə bilərdi. Yaxşı ki, onun da əlində ondan vardı. Silahı tez götürə bilmədi. Yoxsa öldürmüşdü məni. Bunlar kimdir? Bunu ataq. 4'ü də ataq, 3 yaxşıdır. Hayda, bitirmə, gəlin mən bitirdiyi şey. Biri buradadır, bu evin içində. Çöldəymiş. Bu kimmiş? Canı da az idi, yaxşı ki belə canın az olan vaxtına gəldim, kiti basa bilmədi. Bunu da bitirək.
Alana çata bilsəm yaxşı olacaq. Amma buranı sistiyib eləyiblər. Bəlkə çatışmadaq qabaqda. O buna bax. Uyda. Bəlkə qasıraya telefon. Həqiqi oynamaq olmur bununla. Bayaq biraz yine normal idi. İndi vəbşi dondu. Adam çoxaldı mı? Bildiyiniz yerimi tuttura bilmirəm. Bilmirəm videoda necə görünür, amma həqiqətən də çox donur. Ancaq yaxından vura bilərəm. Başqa bir yolu yoxdur. Görüm hardadır bu. O uzanıb yerə. Uşaqlar bu nə pis kasmadı. Uydu. Bildiyiniz vura bilmirəm. Bunu da götürə bilsəydim. Burada dönüm. Necə eləyim bu azalsın? Bayılmırlar değil. Sürüden ayrı düşenli yenirler. Allah. Bunu da bitir. Xeyri yoxdur, onu bitirəcəm. Sen de göster, aha. Geçti yine ağacın arkasına. Hayır. Gerçekten bu telefonla sprey atmak mümkün değil. Siyah bu da gitti belə. Ancaq yaxından vura bilərəm, evlər, başqa biçəm yoxdur. Sprey atmağın yeri yoxdur həqiqətən də. Yenə yaxşı ki, yaxından vurmaq olur. Bu arada pisləş almamışıq ha dostlar, nə fikirləşirsiniz? 25. Siz 30 eləyərik. Düzü gələk 5 nəfərin hamısından vuram. Amma gələk necə olur? Bunu da bitirək. Onun kimsə uğrasa dəli olardım. Bax, bunun səsi gəlir. Burada. Oyda, bildiyiniz bəxtuxuda öldü. Telefon biraz da donsaydı o vurmuşdu məni. Yaxşı ki AK var idi əlimdə. Bayıl da. Evet ona. Tamam sen de bayıl. Aha. Onu da bitirək. Nəsə özü öləcək. Nəfsi öldü. Hadi yok. Yok ölə bilmərəm. Ölməməliyəm. Bak son bir nəfər qalıb. Bunu da vursam 30 leş və win olur. Hələ bu cihazda. Bunu bombalayacağım. Gel. Tut bu bombanı. O da ölmedi. Ve win. Necəydi dostlar? Məncə çox qəşəng oldu. Eğer videomu beğendinizsə baxın bir like atmayı unutmayın.
Görürəm like atmırsınız. Baxanlar var. 50 baxış, 70 baxış gəlir amma heç kim like atmır. Niyə görə